Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün o, bu əvəzliyində vergül haqqında məlumat verəcəm. Yadımızda qalsın ki, o, bu əvəzliyi hansı sualına cavab verərsə, özündən sonra nə gəlir gəlsin, vergül qoyulmaz. Vergül olmayacaq. Məsələn, deyək ki, o ev bizimdir. Hansı ev bizimdir? O ev bizimdir. Yəni, hansı sualına cavab verib, cümlədə təyin olarsa, yəni işarə əvəzliyi olanda vergül qoyulmaz. O, bu, kim nə sualına cavab verdi? Kim nə sualına cavab verdi? Yanında feil gələrsə, feildən bir dənə feili sifət istisna, feili sifət gələndə vergül qoyula bilər. Köməkçi nitq hissələri gələrsə, vergül olmaz. İstisnalar bu yazdıqlarımdan istisna var ki, bunlardan istisna modal söz köməkçilərdə modal sözün özünün vergülü var və ya nida və ya köməkçi olmayan xitab özlərinin vergülü var deyə bunların vergülü o bunun yanına düşə bilər. Ancaq orada vergül həmin sözlərə görə olacaq. Sonra əvəzlik gələrsə, yəni bu yazdıqlarım gələrsə vergül olmaz. Qarşısında istisnalarında yazdım. Ancaq bunlar gələndə vergül olmayacaq. Məsələn, yazaq ki, o mənimdir. Mənimdir nə? O. Baxmayaraq ki, burada nə sualına cavab verdi, özündən sonra əvəzlik gəlib vergül qoyulmaz. Yerdə qalan hallarda adını çəkmədiyim isim, sifət, say, zərf, bunlarda heç bir problem yoxdur. Deməli, onlar gələrsə biz vergül qoya bilərik. Məsələn, yazaq ki, bu anamın çantasıdır. Baxaq, çantasıdır. Nə bu? Özündən sonra nə gəlib? Ana ismi gəlib. Deməli, vergül qoya bilərik. Çünki qoyulmaz olan halın içində isim yazılmayıb. Deməli, vergül qoyula bilər. Və yaxud deyək ki, bu birincidir. Baxıram, özündən sonra nə gəlib? Say gəlib. Deməli, vergül qoymaq olar. Qoyulmayan hallar yadda saxlayırıq. Qoyulanlar artıq bu, o, bu, kim nə sualına cavab verdi. Gələrsə bu isim, sifət, bunlarda problem yoxdur. Sifət, say, zərf. Bunlar gələrsə vergül qoyula bilər, əgər bu suallara cavab verərsə. İstisna olaraq, o, budan sonra əvəzlik gələrsə hansı hallarda vergül qoyula bilər? Bir cümlə özünün əlavəsi olarsa, deyək ki, o, mənim dostum gəldi. Buradakı əlavə uşaqlar, yəni vergül əlavənin vergülüdür. Vergül olan hissəyə yəni artıra bilirəmsə, burada açıqlama, konkretləşdirmə var. Yəni ki, mənim dostum. Buradakı vergül əlavənin vergülüdür. Sonra digər hansı halda qoyula bilər? Məsələn, o, mən, sən, gedək. Buradakı vergül də sadalanmanın vergülüdür, həmcinsliyin vergülüdür. Deməli, əvəzlik gələndə heç bir halda qoyulmaz fikri yanlışdır. Qısacası, yazaq ki, məsələn, o danışır. Danışır kim? O. Özündən sonra feil gəlib, vergül qoymaq olmaz. Və ya bəzi hallarda qoyula da bilər, qoyulmaya da bilər. Şərtə baxacaqsınız. Qoyulmalıdır desə, qoyula bilməyən halı var, götürməyəcəksiniz. Məsələn, deyək ki, o kəndə gedir. Yəni, qoyulmalıdır deyir, başqa variantın yoxdur, düzdür, götürə bilərsən. Ancaq burada qoyula da bilər. Kəndə gedir kim? O. Bir dəfə mübtədə olar, vergül qoyarıq. Bir dəfə də o kəndə gedir. Hansı kəndə gedir? O. Orada da işarə olaraq qoymarıq. Belə, hər birinizə uğurlar.